Tamerlan bir xeyli gözlədikdən sonra binaya daxil oldu. İçəridə musiqi səsi gəlirdi. Bu, məşhur Yes Boss mahnısının musiqisi idi. Qapını açmağa əli gəlmirdi. Daha doğrusu cəsarəti çatmırdı. Çünki əgər düşündüyü ehtimal gerçək idisə, nə edəcəyini bilmirdi. Açarı cibindən çıxartdı. Qapının kilidini səssizcə açıb, içəri daxil oldu. Uzun dəhliz. Dəhlizin sonunda yataq otağı. Səs yataq otağından gəlirdi. Otağın qapısı azca aralı idi. Tamerlanın ürəyi döş qəfəsindən çıxacaqmış kimi döyünürdü. Az sonra gördüyü mənzərə qarşısında boğazı qurudu. Kaş gözlərin kör olaydı Tamerlan. Öz yatağında, öz qadının başqası ilə sevişir Tamerlan. Sən, yazıq qrim ustası, sevgidən gözləri kör olmuş insan. İndi çıxa bilirsənsə bu işin içindən, dedi öz-özünə. Amma bunlar barədə uzun düşünmənin zamanı deyildi. Mənzilin girişində Tamerlanın kiçik bir çalışma otağı var idi. Nə edəcəyinə qərar vermək üçün oraya keçdi. Otaqda böyük bir güzgü var idi. Əsəbdən dəlilər kimi gülüb, güzgüdəki görüntüsü ilə danışmağa başladı. Sən artıq sən deyilsən. Sən artıq sən olmamalısan. Sən başqa obraza bürünməlisən Tamerlan. Həmin an sirtməni açdı. Gözünə qrim çantası sataşdı. Qrim onun işi, hətta həyatı idi. Bir neçə dəqiqə ərzində öz sifətində əsl sənət əsəri yaratdı. O, saf, nurlu simanın görüntüsündən əsər əlamət yox idi. Qrimlə qorxunc, qəddar bir insana dönüşmüşdü. O, mənzilin ümumi işıq xəttini kəsərək sonun başlanğıcına start verdi. İşıqların sönməsi ilə yataq otağında çılğıncasına sevişən Nigar və Seymur bir anda donub qaldılar. Nigar, boş ver, davam edək, birazdan işıqlar gələr, deyərək Seymuru yataqdan çıxmağa qoymadı. Amma Seymur davam etmək istəmirdi. Yetər artıq Nigar, bir dəqiqə, deyəsən evdən səslər gəlir. Seymur qorxağın biri idi. Səsləri eşidən kimi özünü itirdi. Qalx, qalx, mən gedirəm, dedi. Qapı sərt şəkildə açıldı. Nigar qışqırmağa başladı. Kim var orada? Otaqda kimsə görünmürdü. Mən gedirəm Nigar, deyib arxaya döndükdə isə sifətinə sərt bir çəkic zərbəsi dəydi.